4B və 4B. Növbəti testdən davam edirəm, 5-ci testdən. Burada balaca mətnlərdir, biz oxuyuruq, tərcümə edirik və cavablar tapırıq. Hi, I'm the director of Teen Club. Salam. Mən deməli Teenager Club'ın direktoruyam. I am 26 və 26 yaşındayım. I like working with teenagers. Mən yeniyetmələrlə işləməyi xoşlayıram. Teenager sözü yeniyetmə. They are fun, but they are also shy. Onlar əyləncəlidirlər, amma həmçinin onlar utancaqdılar. I love them. Mən onları sevirəm. Paul Chan. Yəni bu sözləri deyən Paul Chandır. Deməli 5-də cavab nə olacaq? B variantı. Paul Chan is the head of the group. Paul Chan qrupun başçısıdır. Bəli. Digər variantlarda fərqli cavablar veriblər. Məsələn, A variantında yazılır ki, Paul Chan utancaqdır. Xeyr, burada deyir ki, teenagerlər utancaqdır. Yəni yeniyetmələr utancaqdır. Paulun utancaqlığından bəhs eləmir. Ona görə variantları tərcümə edirik. Düzgün tərcümə bacarmalıyıq ki, düzgün cavabı da seçə bilək. 5-ci testdə düzgün cavab eləyəcək B variantı. 6-ya baxıram. Hi Sandra. Salam Sandra. Angelina is a Hollywood actress. Angelina Hollywood aktrisidir. She lives in California. O Kaliforniyada yaşayır. She does a lot of works. O çoxlu işlər edir. Çoxlu iş edir. Angelina travels around the world to help poor people. Angelina dünya ətrafında səyahət edir, kasıb insanlara kömək etmək üçün. I want to be a charitable person too. Charitable sözü xeyriyyəçi. Mən də xeyriyyəçi insan olmaq istəyirəm həmçinin. Onu da deyən Doradır. Deməli Dora Sandraya deyir Angelina haqqında. 6-da cavab olacaq D variantı. 7-dən davam edirəm. At the happy village in Taiwan, children arrive at the end of their normal school day to spend time speaking English and having fun. Deməli happy village var, hansı ki Tayvanda yerləşir və adı Taoyuandır. Burada uşaqlar evə günün sonunda yəni evə gəlirlər və normal məktəb günündə onlar öz vaxtlarını ingilis dilində danışıq üçün keçirirlər və əylənmək üçün keçirirlər. Yəni Tayvanda olan bir kənddir, adı da Taoyuandır və uşaqlar hər gün demək olar ki, məktəb günü, yəni hər məktəb günündə belə deyək, 1-ci, 5-ci gün İngilis dilində speaking eləyirlər və əyləncəli vaxt keçirirlər. The village has a shop, restaurant, airport, cookery room and dance studio. Kənddə mağazalar, restoranlar, aeroport, yemək pişirmə yerləri və rəqs studiyaları var. Children work with foreign teachers. Uşaqlar xarici müəllimlərlə işləyirlər. Düzgün cavabı seçin. Düzgün cavab olacaq A variantı. Tayvanda xoşbəxt bir kənd var. Bəli, 7-də cavab olacaq A. Digərdə deməli mətn oxuyub tərcümə edirik və düzgün cavabları seçirik. İndiyə qədər dilimin içində oxuduğum mənə ən maraqlı gələn mətn bu mətn idi. Çünki bu mətndə bilmədiyim bir şeydən bəhs edirdi ki, hansısa ki Taylandda bir yer var, orada kanallar çoxdur və insanlar kanalları, yəni burada nəqliyyat vasitəsi kimi istifadə edir. Çox maraqlı gəldi mənə, araşdırdım. Həqiqətən də elə bir yer var və çox maraqlıdır. İndiyə qədər oxuduğumuz mətnlərin içərisində dediyim kimi ən maraqlısı mənə bu gəldi. Ona görə yaxşı oxuyub tərcümə etməyi bacarmalıyıq. Səhifə 23-dən davam edirəm. 8-ci testdən davam edirəm. Choose a true, düzgün variantı seçək. Deməli düzgün variant. There are no streets or channel in Thailand. Taylandda küçələr və kanallar yoxdur. Əksinə, mətn başlayan kimi deyir ki, kanallar var. Ona görə bir səhvdir. 2. The women sell fruits and vegetables. Qadınlar meyvə və tərəvəzlər satırlar. Bəli, 2 düzdür. 3. You can see many boats along the river. Çayın içində çoxlu qayıqlar görə bilərsiniz. Bəli. Çünki orada deyir kanallar var və insanlar kanallardan hərəkət edirlər. 4. The boats are very big and are sailing fast. Qayıqlar çox böyükdür və sürətli hərəkət edirlər. Mətndə isə tam əksini deyir ki, qayıqlar